Sonunda Naze'nin ciğerleri bu kısacık koşuya dayanamamış olmalı ki geride kaldı. Ben de ondan kurtulmuş oldum. Keçmiş MDB ölkələrində və xüsusilə Azərbaycanda yayımlanan ilk türk seriallarından biri Çalı Quşu. Bu serial sadəcə bir ekran əsəri deyil, bütöv bir nəslin yaddaşına həkk olunan əfsanə idi. Buna kendim de mantıklı bir cevap bulamıyordum. Sadece nefret ediyor ve karşı karşıya geldiğimiz her an sebepsiz kabalık ediyor, kaçmanın bir kolayını buluyordum. İşin en kötü yanı, o ana kadar kendime en yakın hissettiğim Müjgan ablamın da Kamuran'a acır olmasıydı. İkimizle alay ederek sinsi sinsi gülüşü, ara sıra beni bir köşeye çekerek gözlerimin içine bakışı büsbütün çıldırtıyordu beni. Məşhur yazıcı Reşat Nuri Güntekin'in eyni adlı əsəri əsasında rejissor Osman Fahir Sedin ilk dəfə 1966-cı ildə Çalı Quşu filmini çəkir. Başrollarda isə Türk kinosunun əfsanələri Türkan Şoray və Kartal Tibet yer alırdı. Ancaq güclü aktyor heyətinə baxmayaraq film gözlənilən uğuru qazana bilmir. Bundan sonra rejissor əsəri yenidən ekranlaşdırmağa qərar verir. Amma bu dəfə film yox, serial formatında. Və məhz bu qərar televiziya tarixində böyük partlayışa səbəb olur. Bak, seninle konuşmam lazım. Benimle ne konuşacaksın? Senin yerinde olsam Neriman Hanım'ı yalnız bırakmazdım. Ah Neriman, ruhum, sarı manolyam. Serial ilk dəfə 20 aprel 1986-cı ildə TRT kanalında yayımlandı. 7 hissədən ibarət olan serialın başrollarını Aydan Şener, Kenan Kalav və Sadri Alışıq canlandırırdı. Qısa zamanda serial təkcə Türkiyədə deyil, 90-cı illərin əvvəllərindən etibarən keçmiş SSR ölkələrində də böyük maraqla izlənilməyə başladı. Azərbaycanda isə Çalı Quşu əsl fenomenə çevrilmişdi. Bak kız, benim ağzım bozuktur yani. Peşin peşin söyleyeyim. Ara sıra kulaklarını tıkarsın, olur mu? Ah Avrupa, Avrupa. Daha doğru dürüst konuşmasını bilmiyorlar monşer. Yavrum beni bırakmak istemiyor doktor bey. Hadisələrin əsasən 1-ci Dünya müharibəsi dövründə baş verdiyi serialda tam 51 aktyor əsas obrazları canlandırmışdı. Sevgi, ayrılıq, xəyanət və həsrət dolu bu hekayə milyonlarla insanın qəlbinə toxunmuşdu. Sırıtma pişmiş kelle gibi. Alırım kalpatanı elime ha. Serialın Esin Engin tərəfindən bəstələnən musiqiləri isə bugün belə eşidilən anda insanları illər öncəyə aparır. Çalı Quşunun çəkilişləri düz 6 ay davam edib. Serial üçün 137 fərqli məkanda çəkiliş aparılıb və layihəyə ümumilikdə 115 milyon lirə xərclənib. Maraqlıdır ki, aktyorlar Aydan Şener və Kenan Kalav sonraki illərdə bu serial qədər uğurlu heç bir layihədə yer ala bilmədilər. 2013-cü ildə isə serial yenidən ekranlaşdırıldı. Bu dəfə başrollarda Burak Özçivit və Fahriyə Evcen çəkilmişdi. Lakin yeni versiya nə qədər məşhur aktyorlarla təqdim olunsa da, 1986-cı ilin əfsanəvi Çalı Quşu serialının yaratdığı təsiri və uğuru təkrarlaya bilmədi. Bir daha söyle. Sevdim, çok sevdim. Öyle değil Kamuran. Ben Gülbe Şeker'i sevdim de.
Ben Gülbe Şeker'i çok sevdim. Ben Gülbe Şeker'i çok sevdim de. Ben Gülbe Şeker'i çok sevdim. Sevdim de. Ben Gülbe Şeker'i çok sevdim de. Ne? Hiç. Öyle düşünüyorum. Ne düşünüyorsun? Garip geliyor.